Tövhidin bir qismi də qanunvericilikdə tövhiddir. Qanunu kamil şəkildə ancaq Allah təqdim edir və bu da Allahın hökmlərindəndir. Vaxtı ilə qanunları öz naqis fikrindən dolayı icad etmiş Hammurabi kimilər həqiqətdə belələrinin qanunları keçərsizdir. Məsələn, Hammurabi kimlərinin qanunları və batildir. Allahın nazil etdiyi kitabla hökm vermək ən doğru yoldur. Bəqərə surəsinin 285-ci ayəsində oxuyuruq. Peyğəmbər Rəbbindən ona nazil edilənə iman etdi və möminlər də iman etdilər. Hamısı Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman etdilər. Fərq qoymuruq onun rəsulları arasında və dedilər, yəni itaət edənlər eşitdik və itaət elədik. Ey Rəbbimiz, bağışla bizi, sənə doğru dönəcək. Və Maidə surəsinin 44-cü ayəsində oxuyuruq. Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə kafirdirlər. Özlərindən qanun çıxaranları Allah kafir hesab edir. Bu yerdə alimlər deyərlər, daha doğrusunu Allah bilir. Amma alim olmadığımız üçün deyirik ki, biz heç bir şey bilmirik.